Salam əziz izləyicilər. Bugün sizinlə bir yerdə 45-60 FPS olan cihazları necə 120 FPS, 90 FPS olaraq ayrılama olacaq göstərəcəm. 120 və 90 FPS eləməyi göstərəcəm. Yəni bəlkə də bu video ilk olacaq. Həqiqətən. Öncədən göstərim mənim cihazım. Grafiklər başlayır 60 FPS-i. Akıcıda 45, süper akıcıda 60 FPS verir. Qarada yüksək, yuxarıdan gördüyünüz kimi dəngəli, bunlar hamısı grafik zat. Bunlar hamısı 60 FPS dəstəkləyir. Aşırı 60, lobby, aşırı yüksək 45 çıxış edirik buradan və proqramın bir proqram işləyəcək. Proqramın da linkin açıqlama qisminə yerləşdirəcək. Geçək videomu, geçək. Burada yəni cihazım Xiaomi Redmi Note 13'dür. Onu da göstərəcəm. 45 FPS, 60 FPS yəni olur. Göstərəcəm olsun. Səbirlə bax, biraz keçək videomuzun davamına. Proqramımızın adı 90 FPS bu proqramdır. Bundan istifadə olunur. Yəni bunun linkini mən Play Marketdən də indirə bilərsiniz. Məsləhət gördüyüm Play Marketdən indirin. APK versiyonunu indirməyin, çox vaxt işləmir. Yəni Google-dan indirməyə ehtiyac yoxdur. Açaq. 90 FPS yüksək poster. Reklamlar gələcək. Reklamlar gəlsə YouTube-da olduğum üçün kəsəcəm. İhlal yeməyək. İzin ver. Shizuku bu avtomatik burada məsələ proqramın çalışmağından ötürü Shizuku aktiv olma şu anda çalışmıyor. Mən bunu aktiv eləməliyəm. Gestirici seçenekler. Aha. Buradan çıxırıq. Ayarlara daxil oluruq. Ayarlar. Telefon haqqında 4 dəfə sürüm vururuq. Geliştirici olana kadar все. Kilit istəyir. Bu kadar. Kilit oldu. Все. Biz artık geliştiricisiniz. Bu kadar. Geri qaydırıq. Yeniden daxil olduq. Shizuku'ya. Geliştirici seçenekler. Aha, gördüğünüz kimi açıldı. Burada kablosuz hata ayıklama daxil oluruq. Onu aktiv edirik. Qaydırıq geri. Все. Gördüğünüz gibi avtomatik başlatıcı geldi. Shizuku geldi yani bu uygulama. Adını da yaxşı deyə bilmirəm. En yukarıda yazdı. Shizuku çalışıyor. Buradan işimiz qutardı. Buradan gəldik 90 FPS yenidən. Bunlara kəsəcəm reklamları hər zaman izin ver. Onu aktiv edirik. Boyutun. Bu yine bu reklamın üzerinden gəlir düşür. Burada aktiv. Все. Bu dolmalıdır mütləq dolmalıdır. Reklamlar həqiqətən girinci elədi. Все. 120 FPS yazıldı. Bu kadar. Bir daha cihazımızı girip gösteririk. Telefon hakkında Xiaomi HyperOS model Redmi Note 13 yani HyperOS 2 dələ. Android sürümü 15'dir. Ve buradan daxil olduq. Heç bir şey PUBG Mobile. Törək işləyəcək. Bəli. Həqiqətən səbirlə işləməyini gözləyirəm. Bayağı işləmişdi. İnşallah yine işləyər. Daxil oluruq bura. Yani belə deyim, sırf yəni belə deyək də 120 FPS dəstəkləməz də rahat 90 FPS dəstəkləyir və arada bir problem sadəcə ki donmalar baş verir red kreditkalarda. Ayarlar daxil oluruq. Ayarlar daxil oluruq. Bu kadar. Yəni bunu deyirdim. 60 FPS idi aşırı 190'a koydum. 120 lobby. Yəni fərq olur təbii ki. Yəni lobby'nin 90 FPS koyduq. Fərq çoxdur yəni.
bu cihazda kullanılabilir olacaq. Yəni belə deyim, görürsünüz ki, yəni bu başqa bir cihaz üstündə olsa HDR dəstəkləyər, deyil, zəif cihaz olduğu üçün HDR dəstəkləmir. Lobby'ni dəyişdik. Baxın, akıcılığı görürsünüz. Baxın. Yəni 45 FPS-də bu olmadı, yəni baxın. Yəni bu həqiqətən çox yaxşı işləyir. Bunu etməzdən qabaq mən istəyirəm ki, yəni PUBG-ni silib sonra yenidən başladım. Yəni yenidən yükləyən sonra bu proqramı aktiv edin. Bu qədər. Hə, bir də ki deyim, xatırlatma edeyim. Əgər siz bunu quraşdıra bilməzsiniz, ikinci videoda o deminki Shizuku proqramının qurulumu gələcək. Yəni yorumlarda istəsəniz Shizuku proqramının qurulumu gələcək. Yorumlardan asılıdır. İstəsəniz təbii ki onu da göndərə bilərik. Bu qədər. Minnətdaram.